İsrail ordusu İranın raket infrastrukturuna yeni hava zərbələri dalğasının başladığını elan edib. Bəyanat ordunun mətbuat xidmətindən gəlib. Bu açıqlama İslam Respublikasının İsrailə növbəti raket hücumundan dərhal sonra yayılıb. Diqqətə çatdırılıb ki, bir qədər əvvəl Tehran İsrailə doğru raketlər atıb, ölkənin bir sıra bölgələrində sirenlər səslənib. İsrail ordusu hədəfləri tutmaq üçün hərbi hava qüvvələrindən istifadə edildiyini vurğulayıb. Bundan başqa ordunun informasiyasına görə ötən gün hava zərbələri nəticəsində İranın PUA komandanı Əminpur Cüdək öldürülüb. İsrail Müdafiə Naziri İsrail Katz da bir açıqlama ilə çıxış edib. Onun məlumatına görə Sepahın Qüds qüvvələrinin Fələstin korpusunun rəhbəri Səid İzadi öldürülüb. Katz qeyd edib ki, ölkəsinin İranın Qum şəhərində mənzilə endirdiyi zərbə nəticəsində ölüb. Nazir İzadinin 7 oktyabr hücumundan əvvəl Həması maliyyələşdirmək və silahlandırmaqdan məsul olduğunu bildirib və əməliyyatı İsrail kəşfiyyatı və hava qüvvələri üçün böyük nailiyyət adlandırıb.